Xənnas filminin istehsalçısının treyler vasitəsilə tamaşaçı ilə bağladığı müqavilədən aydın olur ki, bu qorxu filmidir. Kinematografiyanın mainstream istiqamətində janr sistemi tamaşaçının izləyəcəyi filmdən gözləntilərinin formalaşması üçün olduqca əhəmiyyətlidir. O artıq bilir ki, qorxu filminə gedəcəyi təqdirdə, məsələn, lirik sentimental düşüncələrə və yaxud dərin məntiqi səbəb-nəticə əlaqələrinə deyil, məhz qorxulu situasiyalara, gərginliyə köklənəcək. Çünki qorxu janrında qorxulu situasiyalar arabir deyil, ardıcıl olaraq tətbiq edilərək tamaşaçının şuuraltı qorxularını və impulslarını üzə çıxarır ki, nəticədə tamaşaçı dəhşətə gəlir. Zehni olaraq yorulmadan əsl qorxu hissi deyil, nevrotik qorxu hissi yaşayaraq həzz alır, katarsis yaşayır. Aristotelin fikrinə görə katarsis insanı qorxulardan, ehtiraslardan təmizləyir. Bu, tamaşaçı üçün real təhlükə olmasa belə, onun əsərdəki personajla eyniləşərək ağrısı, qorxusu və gərginliyini hiss etməsi ilə baş verir. Əsərlərdə qorxu və qəddarlıq hisslərinə qədimdən bəri maraq var. Belə ki, qədim Yunan mədəniyyətinə xas Dionis tədbirlərindəki tragediyalar da qorxu və təəssüf hisslərini doğuran hadisələrə əhatə edirdi. Əsərlərin məqsədi yalnız bədii estetik zövq verməklə yekunlaşmır. Ruhun təmizlənməsi, əxlaqi idrak və özündərk proseslərini aşılayırdı. Odur ki, mən də bu prosesdən faydalanmaq üçün yenidən nümayişə çıxmış Xənnas filmini izləməyə getdim. Yoxsa izlənməyə getdim deməliydim.